Müəllimlər, bir daha hər vaxtınız xeyir olsun. Daha bir sertifikasiya sualıyla gəlin tanış olaq. Sürətin zamandan asılılıq qrafiki verilib, sürətin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. Başlanğıc koordinat var və cisim koordinat başlanğıcından keçərkən sürəti soruşur bizdən. Başlanğıc koordinatımız məlumdur, lakin başlanğıc sürətimiz haqqında bilmirik, təcili bilmirik. Koordinat başlanğıcından keçəndə son koordinatım 0'dır, amma oradakı sürəti bilmirəm, onu tapacağım. İlk öncə gəlin təcildən başlayaq, təcili tapaq. Təcil, demək, mən baxıram bu hissədən tapacağım təcili. Həmin hissədə başlanğıc sürətin proyeksiyası 0, zaman 3 saniyə və sürətin son proyeksiyası demək -6 metr bölünsün saniyədir. Və Vx bərabərdir V0x üstəgəlinsin AX tənliyinə görə 0 üstəgəlinsin AX vurulsun demək 3 bərabərdir. -6 yazsam, oradan əlbəttə ki AX-i mən -2 metr bölünsün saniyə kvadratı tapmış olaram proyeksiyanı. Təcili tapdıqdan sonra mən artıq başlanğıc sürəti tapa bilirəm. Onu da bu hissədən tapacağım. Əlbəttə ki gördüyümüz kimi başlanğıc sürətimi bu hissədən tapa bilirəm. Və orada demək V0x üstəgəlinsin AX tənliyi yenə də mənə son sürəti əlbəttə ki verəcəkdir. Həmin hissədə son sürət 0 olduğu üçün V0x-i bilmədiyimiz üçün üstəgəl AX -2, T isə 5 olduğu üçün biz deməli V0x-in qiymətini demək 10 metr bölünsün saniyə almış oluruq. Başlanğıc sürəti də aldıq. Təcilin qiyməti artıq bizdə var, məlumdur. Demək, təcilin qiyməti məlum. Və başlanğıc sürətin qiyməti də məlumdur. Daha sonra biz koordinat tənliyində hər şey yerinə qoymaqla demək, koordinat başlanğıcından keçəndə zamanı tapa bilərik. Yəni nə vaxt bu koordinat başlanğıcından keçib, daha sonra gətirib sürət tənliyində biz sürəti tapa bilərik. Demək, x bərabərdir x0 üstəgəlinsin V0x t üstəgəlinsin AX t kvadratı bölü 2 tənliyində hər bir kəmiyyəti yerinə qoyaraq mən koordinat başlanğıcından keçəndəki zamanı tapa bilirəm. Demək, 24 üstəgəlinsin 10 t üstəgəlinsin -2 t kvadratı bölünsün 2 bərabərdir 0. Yəni son koordinatım koordinat başlanğıcına keçdiyi üçün 0'dır. Burada demək, davam eləsək 24 üstəgəl 10 t çıxılsın t kvadratı bərabər 0 alıram. Bunu kvadrat tənliyi şəklində yazsam ki t kvadratı çıxılsın 10 t çıxılsın 24 bərabər 0 artıq kvadrat tənliyi şəklinə gəldi. Mən burada kvadrat tənliyi asanlıqla həll edərək görürəm ki demək, zamanın biri üçün mən -2, biri üçün isə 12 tapa bilirəm. Əlbəttə ki, mən mənfi cavabı götürə bilmərəm zaman üçün. T bərabərdir 12 saniyəni götürürəm. Deməli, koordinat başlanğıcından keçəndəki zamanı tapdıq. Artıq gətirib sürət tənliyində yerinə qoyaraq son sürəti tapa bilərik. Və yenə də Vx bərabərdir V0x üstəgəlinsin AX t tənliyində V0x başlanğıc sürətimiz məlum idi 10 üstəgəlinsin -2 vurulsun t'nin qiyməti 12 biz Vx-i tapırıq. Buradan -14 demək metr bölü saniyə tapıram. Səhv etmirəmsə imtahanın özündə modulu soruşulurdu, sürətin modulu soruşulurdu. Ona görə də qiyməti istəyəcəksə, modulu istəyəcəksə 14 metr bölünsün saniyə biz əlbəttə ki götürəcəyik. Belə, bu da maraqlı bir sertifikasiya sualı idi. Ümidvaram sizin üçün faydalı olar. Bir daha sertifikasiya imtahanından uğurla keçmiş müəllimləri təbrik edirəm. MİQ imtahanında iştirak edəcək müdavimlərə isə uğurlar arzulayıram. Sağ olun.